3-cü Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndidə keçirilməsi ölkəmizin postmünaqişə dövründə bərpa və inkişaf istiqamətində əldə etdiyi uğurların bariz göstəricisidir. Bu forum təkcə şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın güclənməsinə deyil, həm də Xankəndinin sülh, dirçəliş və yenidən qurma simvoluna çevrilməsinə xidmət edir. İqlimə davamlı və sağlam şəhərlər mövzusu ətrafında aparılan müzakirələr Azərbaycanın dayanıqlı inkişaf strategiyasına və bölgənin gələcək perspektivlərinə mühüm töhfə verir. Bu barədə öz fikirlərini Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev İki Sahil TV-yə açıqlamasında bildirdi. 3-cü Milli Şəhərsalma Forumunun Xankəndində keçirilməsi əlamətdar bir hadisədir. Bundan əvvəl 2 forum işğaldan azad olunmuş Ağdamda və Zəngilanda keçirilmişdir və bu ictimaiyyət arasında çox geniş əks-səda doğurmuşdur. Bugün işğaldan azad olunmuş ərazilərdə çox möhtəşəm quruculuq, bərpa, tikinti işləri gedir və bu işlərlə tanışlıq Azərbaycanın iqtisadi inkişafının bir nəticəsi kimi həm də xalqın öz torpağına qayğı, diqqətinin ifadəsi kimi qiymətləndirilir. Cənab Prezidentin həyata keçirdiyi çox mühüm tədbirlər nəticəsində bugün Qarabağ və Şərqi Zəngəzur torpaqları abadlaşdırılır, Gülüstana çevrilməkdədir. Bir çox dövlət rəhbərlərinin, ictimai-siyasi xadimlərinin, çox hörmətli ziyalıların işğaldan azad olunmuş ərazilərə səfərləri, bu səfərlər zamanı görülən işlərlə tanış olmaları və bunu qiymətləndirmələri hər birimizdə qürur hissi doğurur. 3-cü Milli Şəhərsalma Forumunun məqsədi də bundan sonra həmin ərazilərdə daha müasir, daha gözəl tikililərin aparılmasına yönəldilib və bu forumda memarların, ekoloqların, hökumət nümayəndələrinin, özəl sektor nümayəndələrinin, beynəlxalq təşkilatların, alimlərin iştirakı onu daha da dəyərləndirilir. Şəhərsalmanın formaları, onun mahiyyəti sözsüz ki, bu forumda geniş müzakirə olunacaq. Forum bilavasitə ölkənin şəhərsalma mədəniyyətinin yüksəlməsinə yönəldilən bir tədbirdir. 3 gün davam edəcək bu forum sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə şəhərsalmanın təkmilləşməsinə öz töhfələrini verəcək. Mən forum iştirakçılarına uğurlar arzulayıram. Qoy qələbələrimiz daha böyük, daha uğurlu olsun.